Yox, burada ilk növbədə onu qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları ilə Çinin getdiyi, məsələn, Yaxın Şərqlə bağlı və ya İranla bağlı getdiyi aparılan danışıqların formatı necə olub, hansı istiqamətdə nə kimi baxış formalaşıb hər iki tərəfdə. Çünki proseslər başlayandan indiyə qədər Çinin mövqeyi aydın idi və məsələlərdə bilirsiniz ki, bu və ya başqa dərəcədə hətta İrana tərəfindən çıxış edərək bir sıra açıqlamalarda vermişdilər rəsmiləri. Eyni zamanda Hörmüzlə bağlı xatırlayırsınızsa, deməli proseslərin gedişatı zamanı Çin bir sıra xəbərdarlıqlar bildirmişdi. Boğazın açılması və eyni zamanda proseslərin daha loyal müstəviyə keçməsi ilə bağlı. Çin səfərindən sonra Trumpın bu kimi açıqlama verməsi isə mənə elə gəlir ki, daha çox beynəlxalq ictimaiyyətə yönəlik mesajlardır və o cümlədən də İranın özünə. Maksimum dərəcədə təzyiqi artırmağa çalışır və maksimum dərəcədə irəli sürülən şərtlərin qəbul edilməsinə səy göstərir. Amma İran da, yəni istər Qalibafın açıqlaması, istər Bəqainin açıqlaması, bayaq siz də qeyd elədiniz, yəni bütün bunlar hamısı onu deməyə əsas verir ki, İran da maksimum dərəcədə öz şərtlərindən geri durmaq istəmir. Bir məqamı vurğulamaq istəyərdim ki, elə bugün yayılan bir xəbərdə İran uranın zənginləşdirilməsi ilə bağlı öz təkliflərində durmaqla yanaşı, eyni zamanda müəyyən həddə azaltmağa hazır olacaqlarını da bildiriblər. Yəni burada daha çox proses mənə elə gəlir ki, ABŞ-ın ümumiyyətlə İranın bu prosesdən tam imtina etməsinə, deməli, təzyiq yolu ilə imtina etməsinə vadar etməsidir. Yəni bu nə dərəcədə realdır, bunu demək indi bu dəqiqə çətindir. Amma mən istənilən halda çox kəskin bir eskalasiyanın başlamasını indiki məqamda biraz inanılmaz hesab edirəm. Niyə? Ona görə ki, faktiki olaraq danışıqlar gedir və əgər biz yenə də ərəb mediasında izləyərsək, məsələn, tutaq ki, Pakistan tərəfindən, Qətər tərəfindən, Oman tərəfindən bu və ya başqa dərəcədə müəyyən addımların da atıldığının bir şahidi oluruq. Yəni, faktiki olaraq bölgə ölkələri istənilən halda Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı bilirsiniz, son təqribən 10 gündə müəyyən bir gərginliklər müşahidə olundu. Hətta İranı itham etdilər zərbələrin endirilməsi ilə bağlı. Amma digər ərəb ölkələri maksimum dərəcədə bu eskalasiyanın aradan qaldırılması, ümumiyyətlə eskalasiyanın olmamasına çalışdıqlarının şahidi oluruq. Əgər Amerika bu kimi kəskin addım atsa, bütün proqnozlara rəğmən bu kimi kəskin addım atsa, bu istənilən halda daha əvvəlki, belə deyək, müharibədən daha kəskin bir ssenarinin işə düşməsinə səbəb olacaq. İndi burada belə bir sual ortaya çıxır. Bu Amerikaya lazımdırmı və ya İrana lazımdırmı? Nəzərə alsaq ki, hal-hazırda İsrail-Livan istiqamətində müəyyən proseslər gedir. Nəzərə alsaq ki, bax elə bugünün gündəmi, yaxın şərqlə bağlı ən əsas gündəmi hansıdır? Liviya ilə bağlı proseslər. Trump bayaq sizdə süjetdə də gözəl, maraqlı bir ifadə səsləndirdi Trumpın dilindən ki, ən yaxşı plan məndədir. Məsələn, indi bu dəqiqə hal-hazırda Liviya ilə bağlı bir plan işə salıb. Şərqlə qərbini birləşdirmək, prezident, baş nazir məsələsi bilirsiniz, Haftarla digər ailələr məsələləri. Yəni belə bir prosesin gedişatı zamanı, yəni proseslərin bu formada getdiyi bir zaman daha kəskin İranla münasibətdə ki, faktiki olaraq bundan əvvəl tam olaraq istədiklərinə nail ola bilmədilər. Yəni kəskin bir addım atması nə dərəcədə realdır və ya nə dərəcədə məntiqlidir. Belə başa düşürük ki, Trumpın bir İran planı hələ ki tam işləməyib. Amma maraqlıdır, burada bir məqam var. İranın iqtisadi vəziyyəti çox pisdir hazırda. Xüsusən də bir 12 günlük, bir də 40 günlük müharibədən sonra çox bərbad vəziyyətdədirlər. Amma siz fikir verirsinizsə, Amerika Birləşmiş Ştatlarının təzyiqinə tab gətirdilər. Üstəgəl özləri də təzyiq göstərməyə çalışırlar və bəzi məqamlarda, xüsusən də nüvə mövzusunda bunu bacarırlar. Maraqlıdır, İran hazırda nəyə arxayın olub bu qədər yüksək təzyiq göstərə bilir? İranın arxayınlığı sadəcə olaraq deməli son proseslərdə ki, yaşandığı müharibələri mən nəzərdə tuturam. İstər əvvəlki o 12 günlük müharibə, ondan sonra indiki bu son fevralın 28-də başlamış olan müharibə. Yəni bütün bu proseslərdən doğan təcrübə və
Bax, elə bayaq sizin o birinci sualda qeyd etdiyiniz digər faktorlar, yəni xarici faktorlardan burada söhbət gedir təbii ki. Məsələn, elə Çin faktoru olsun və ya bir sıra ərəb ölkələri faktorları olsun. Yəni İran çox gözəl anlayır ki, tərəflərdən heç birinə və üstəgəl də bölgədə marağı olan güclərin heç birinə çox ciddi hərbi qarşıdurma və müharibə sərf etmir. Yəni bu onların heç birinin marağına uyğun deyil. Üstəgəl də ki, İran bilirsiniz, kifayət qədər ciddi diplomatik belə deyək də gedişatlara əslində ustalıqla bacaran bir ölkədir. Bu tarixən də belə olub. Yəni belə bir onların bir bacarıqları var və bu mənada maksimum dərəcədə çalışırlar ki, istər-istəməz hətta güzəştə getsələr belə buna elə formada təqdim etsinlər ki, bu İranın məğlubiyyəti kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsin. Məsələn, faktiki olaraq, bax, əgər biz izləyərsək açıqlamaları, son bir ayın açıqlamalarını izləyərsək, görərik ki, İran rəsmiləri tərəfindən bu və ya başqa dərəcədə uranın zənginləşdirilməsinin biraz azaldılması ilə bağlı bu və ya başqa dərəcədə mesajlar verilir. Faktiki olaraq verilir. Amma bunu məsələn elə formada təqdim edirlər ki, bu deməli sanki bir güzəşt kimi deyil, sadəcə olaraq proseslərin daha loyal müstəviyə və əməkdaşlıq belə deyək də məcrasına getməsi kimi bir jest olaraq təqdim olunur. Amerika Birləşmiş Ştatları isə əksinə maksimum dərəcədə sərt və danışıqların aparılmasında bilirsiniz, o əsas modellərdən də biri sərt danışıqlar modelidir ki, bu elə ABŞ modeli hesab olunur. Avropa modeli biraz fərqli bir modeldir. Danışıqların özünün aparılmasında, diplomatik danışıqların və ya belə işgüzar danışıqların aparılmasında. Məsələn, ABŞ öz ənənəsinə uyğun olaraq bu modelin, Trump əsasən bu modelin üzərində durur və maksimum dərəcədə daha artıq götürmək, daha artıq şərtlərini diktə edə bilmək üzərindən gedir. Bu belə deyək də nə qədər uzun müddətli olacaq, bunu biz xatırlayırsınızsa keçən verilişimizdə də bu barədə biz danışmışdıq, mən sizə qoşulanda. Bu nə dərəcədə uzun müddətli olacaq, bunu hələ demək çətindir. Amma tamam da uzun müddətli olmasın, tutaq ki, dayansın. Bununla tərəflər nəyə nail olacaqlar? Bu da bir qeyri-müəyyənlik yaradır. Və bundan əlavə də bir daha təkrar edirəm, faktiki olaraq ciddi hərbi eskalasiya bu çıxış yolu deyil və bunu da tərəflər çox gözəl anlayırlar. Yəni çünki bundan əvvəlki müharibə gedişatı dövründə ona yaxın ərəb ölkəsi faktiki olaraq İranın zərbələrinə məruz qaldı. Aydındır. Bu faktdır. Bu faktdır. Yəni bu mənada və bu proses ABŞ-ın az qala öz ərəb müttəfiqləri ilə münasibətlərinə mənfi təsir göstərdi. Mən Yordaniyanın, xatırlayırsınız, Yordaniyadan açıqlamalar gəldi, Ərəb Əmirliklərindən açıqlamalar gəldi ki, yəni ABŞ yalnız İsraili düşünür, yəni öz ərəb müttəfiqlərini unudur. Yəni bu faktiki olaraq belə deyək də sözün həqiqi mənasında nəticəsini proqnozlaşdırması çətin olan bir ssenarilərin işə düşməsinə gətirib çıxarda bilər. Və bunu mən bir daha təkrar edirəm. Tərəflər özləri çox gözəl anlayırlar. Zaten vasitəçilər də diqqət edirsiniz, İran heç bir zaman qapını bağlı saxlamır. Ərəb ölkələrinin bir çoxuna zərbələr endirildi. Omana zərbə endirilmədi. Niyə? Danışıqlar belə deyək də pəncərə saxlanılsın deyə. Aydın məsələdir bunlar. Qapını sağ və ya Pakistan. Məsələn, bugün yenə də bir informasiya gəldi Pakistanla, Əfqanistanla bağlı. Düzdür, həm Pakistan, həm də Taliban hökuməti bunu təqzib etdi. Rəsmi olaraq təqzib etdi. Məsələn, belə informasiya yayıldı ki, İran müəyyən hərbi, belə deyək də, təyyarələri orada saxlayır. Pakistan və Əfqanistan ərazilərinə dislokasiya edib. Belə bir xəbər yayıldı bugün səhər. Amma Pakistan və Əfqanistan bunu faktiki olaraq təqzib etdi. Yəni, İran maksimum dərəcədə və Amerika da həmçinin maksimum dərəcədə nəzərə alasınız. Elə bunları deyəcəyim.